Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər. Etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Bu, Azərbaycan tarixində bənzər olmayan bir hadisədir. Azərbaycanın dövlət başçısı üç böyük ölkənin diplomatlarını qəbul eləyir və açıq şəkildə mətbuat qarşısında onlara deyir ki, mən sizi dəvət eləməmişəm. Siz gəlmək istədiniz, mən də sizi qəbul etməyə razılıq verdim. Qarşıda oturan Amerika Birləşmiş Ştatlarının və Fransanın Minsk qrupundakı təmsilçiləri, həmsədrlər, bir də Rusiyanın Azərbaycandakı səfiridir. Bu görüşdən düz 5 il sonra 2025-ci ilin dekabrında Minsk qrupunun ləğv olunması barədə qərar təsdiq olunacaq. Ancaq bu 5 il ərzində Azərbaycan yenə də Minsk qrupunu dirçəltmək cəhdlərinin qarşısını almaq üçün əlindən gələni edəcək və son nəticədə məqsədinə nail olacaq. Və Minsk qrupunun ləğv olunması barədə qərarda Minsk prosesi və onunla əlaqədar orqanların ləğv olunması barədə yazılacaq. Minsk qrupu yazılmayacaq. Niyə? Çünki əslinə qalsa Minsk qrupu deyilən bir qurum heç bir qərarla yaradılmayıb. Ümumiyyətlə elə bir qurum yoxdur. 1992-ci ilin martında Minsk konfransı barədə qərar qəbul olunub. 11 dövlət Minskdə toplaşıb Qarabağ münaqişəsini həll etməli idi. Ancaq toplaşa bilmədilər, çünki müharibə şiddətlənmişdi və Minskdə toplaşmaq cəhdi alınmadı. Belə bu məqamdan istifadə edən Minsk konfransının sədri Mario Rafaelli Romada 11 dövlətin nümayəndəsini topladı, bir neçə görüş keçirdi və birdən-birə elan olundu ki, Minsk qrupu deyilən bir qurum yaradılıb. Kim yaradıb bunu? Hansı qərardan yaradılıb? Və uzun müddət bu mübahisələr dayanmadı. Rusiyanın Minsk qrupundakı o dövrdə həmsədrlərindən biri Kazimirov açıq şəkildə deyirdi ki, Minsk qrupu bic doğulan uşaqdır. Çünki atası məlum deyil. Çünki yaradanı məlum deyil. Və maraqlı budur ki, Minsk qrupunun mandatı da olmadı heç vaxt. Düzdür, debatların birində bizim siyasi partiya liderlərindən biri Minsk qrupunun mandatı barədə danışdı və mən ona sual verdim. Dedim ki, oxuyubsunuzmu mandatı? Dedi ki, 2-3 dəfə oxumuşam. Dedim, çox istedadlı adamsınız. Çünki olmayan sənədləri bir neçə dəfə oxumaq qabiliyyətiniz var. Minsk qrupunun mandatı heç vaxt olmayıb. Minsk konfransının yaradılması barədə qərarda onun funksiyaları müəyyən mənada göstərilib. Eyni zamanda Minsk konfransı həmsədrlərdən mandat verilib. Orada da qrup yazılmayıb. Konfrans yazılıb. Ancaq Minsk qrupu kimi fəaliyyət göstərdi. Kazimirovun sözlərini bir də xatırlatsaq, bic doğulan uşaq kimi fəaliyyət göstərdi və ömrünü də elə o cür başa vurdu. Xeyli təkliflər verdi. 90-cı illərdə əvvəlcə çalışdı, örtülü şəkildə Qarabağı Azərbaycan tərkibində, ancaq müstəqil eləsin. Ümumi dövlət təklifindən çıxış elədi 98-ci ildə. Burada artıq açıq şəkildə ortaya qoydu ki, Azərbaycanı konfederativ bir quruma çevirmək istəyir Minsk qrupu. 2000-ci illərdə artıq açıq deməli Qarabağın müstəqilliyinə cəhdlər göstərildi və bu cürdə təkliflər verildi. Sonuncu təklif Madrid prinsiplərində artıq yazılmışdı ki, Qarabağda
plebissit keçiriləcək və Qarabağ erməniləri və eyni zamanda orada yaşamış Azərbaycanlılar ki, bunların sayı xeyli az idi, Qarabağın statusu barədə qərar verəcəklər. Bu aydındır ki, böyük əksəriyyəti erməni olan bir yerdə əgər bu cür səsvermə keçirilirsə, nəticə də əvvəlcədən hamıya aydın idi. Və uzun müddət Azərbaycan bu Madrid prinsiplərinin reallaşmaması üçün əlindən gələni elədi. Üç böyük dövlət Azərbaycanın üzərinə düşmüşdü. Və maraqlı cəhət nədir? Dünyada çoxlu separatizmdən əziyyət çəkən dövlətlər var. Və burada separatistlərə münasibətdə müxtəlif dövlətlərin, xüsusilə iri dövlətlərin münasibətləri fərqlidir. Elə keçmiş Sovetlər İttifaqında, Cənubi Osetiyada və Abxaziyada separatizm mövcud idi və burada əgər separatistləri Rusiya müdafiə edirdisə, Amerika Birləşmiş Ştatları və Avropa separatizmdən əziyyət çəkən dövləti Gürcüstanı müdafiə edirdi. Eyni şeyləri Kosovada da, Yugoslaviya ərazisində də biz müşahidə elədik. Moldovada da müşahidə elədik. Bir tərəfdə Rusiya, digər tərəfdə Amerika Birləşmiş Ştatları və Avropa. Ancaq Qarabağ məsələsinə münasibətdə dünyanın bütün gücləri demək olar ki, ermənilərin tərəfində idi. Və təbiidir ki, bu şəraitdə dayanmaq həddindən artıq çətin idi. Ancaq Azərbaycan dayandı. Azərbaycan dayandı. Minsk qrupunun təxribatçı fəaliyyətinə imkan vermədi. Sona qədər öz mövqeyindən çəkilmədi və 2020-ci ilin noyabrında Ermənistan baş naziri təslim aktını imzalayaraq Azərbaycanın qələbəsini təsdiqlədi. Minsk qrupu həmsədrlərinin iddialarının əksinə olaraq Azərbaycan gücü ilə, öz hərbi gücü ilə öz torpaqlarını azad elədi və problemi aradan qaldırdı. Ondan sonra təbiidir ki, Minsk qrupuna və onun qəbul edilməz təkliflərinə də ehtiyac yox idi. Bu səbəbdən Azərbaycan tələb elədi ki, həm Ermənistan, həm də Azərbaycan Xarici İşlər Nazirləri ATƏT-in Nazirlər Şurasına müraciət eləsin və Minsk qrupunun ləğv olunması məsələsini qaldırsın. Ermənistan uzun müddət bunu da qəbul eləmək istəmədi. Sonra vəd verdilər ki, sülh sazişi imzalanandan sonra belə bir müraciəti imzalamağa, göndərməyə hazırdılar. Ancaq son nəticədə Azərbaycan burada da öz istəyini ermənilərə, Ermənistan liderlərinə qəbul etdirə bildi. 2025-ci ilin avqustun 8-də sülh sazişi imzalanmadan, ancaq paraflandıqdan sonra iki ölkənin Xarici İşlər Naziri ATƏT-in Nazirlər Şurasına müraciət edərək Minsk qrupunun ləğv olunması təşəbbüsü ilə çıxış etdilər. Və həmin ilin sentyabrında Minsk qrupu ləğv olundu. İlin sonunda isə ATƏT Minsk qrupunun ləğv olunması barədə qərarı təsdiqlədi. Və burada qəribədir ki, Minsk qrupunun necə yaranması məlum olmadığı kimi sonu da biraz qeyri-müəyyən oldu. Nə vaxt onu ləğv elədilər? ATƏT bu qərarı noyabrın 30-unda mı qəbul elədi? Yoxsa dekabrın 1-də mi? Bu da məlum deyil, çünki qərar 23:59-da imzalanıb. Noyabrın 30-undan 1-nə keçən gecə. Bu cür başa vurdu ATƏT-in Minsk qrupu. Kazimirovu bir də xatırlasaq, Bic doğulan uşaq. Bic yaşadı,
ədalətsiz mövqe tutdu daim. Azərbaycana qarşı təxribat dolu təkliflər verdi və sonda çırpına-çırpına istəmədən müqavimət göstərərək uzun müddət sıradan çıxdı. 2020-ci ilin noyabrında Azərbaycan prezidenti bu qrupun gələcəyi barədə qəti hökmünü artıq vermişdi. Status cəhənnəmə getdi demişdi. Və təbiidir ki, bu qurumun əsas fəaliyyəti də status verməkdən ibarət idi. Dağlıq Qarabağa status vermək uğrunda uzun müddət çalışdı, çarpışdı və statusun arxasınca cəhənnəmə getmək məcburiyyətində qaldı. Ne oldu be status? Cehenneme gitti status. Göra gitti status. Görba gör oldu status. Yoktu status. Ve olmayacak. Ne kadar ki ben prezidentim olmayacak.